Bir bəy yazıb ki, yoldaşım mənlə yaxın münasibətdən qaçır. Sanki biz bir yerdə olanda məni yola verir. Əgər qadın fiziki münasibətdən qaçmağa başlayıbsa, bunun səbəbi gündəlik münasibətdə gizlənir. Yəni problem intim münasibətin keyfiyyətsizliyində yox, sevgidə gizlənir də demək istəyirsiniz. Bəli, qadın psixologiyası kişinin çox səhvini bağışlaya bilər. Təhqiri, hörmətsizliyi, xəyanəti. Amma bütün bunlardan sonra artıq o kişini arzulamamağa başlayır. O kişinin etdiyi hər sədaqətsizlik onunla qurduğu evi kərpic sökər. Bəs niyə onların münasibəti hələ də əvvəlki kimi mehriban davam edir? Axı belə isti, münasibət yalnız bağışlayan qadın münasibəti ola bilər. Mən belə düşünürəm. Xoş sözləri ilə bağışlamış qadın kimi görünə bilər. Ancaq bədəni səni aldatmaz. Etibar artıq yoxdur. Qadın sevgisi isə yalnız sədaqət və etibar üzərində qurulur.